Bismillahirrahmanirrahim. Rəhman ve Rahim olan Allahın adıyla. Hər birinizi Allahın salamı ilə salamlayıram. İnşallah bugün günahla fərəhlənmək, günah etdikdə bir mənfi xüsusiyyət olaraq sevinmək haqqında danışacaq. Həzrət Əli əleyhissalam bir hədis-i şərifdə buyurur ki, günahla fərəhlənmək, günah etdiyi zaman sevinmək, həmin günaha düşməkdən daha böyük günahdır. Həzrət Əli əleyhissalam digər bir hədisdə buyurur ki, günahla fərəhlənməkdən, etdiyi günaha görə sevinməkdən böyük bir günah yoxdur. Biz baxanda görürük ki, hədis-i şəriflərə baxanda, ayə-i şəriflərə baxanda görürük ki, insan daim günah eləmək potensiyalinə sahib bir insan varlıqdır. Yəni insan hər an şeytanın hilələrinə aldana bilər, nəfsin çağırışlarına cavab verib, günah eləyə bilər. Amma insan günah etdiyi zaman hansı hallar keçirməlidir, nə etməlidir? Bu insanlara görə və etdiyi günahların təsirindən düşdüyü hallara görə fərqlənir. Bəzi insanlar günah etdikdən sonra peşman olur, narahat olur və bu narahatçılıq onu və peşmançılıq onu artıq tövbəyə aparır və insan tutduğu pis işdən peşman olaraq o işə görə tövbə edir və bir daha həmin işə qayıtmır. Amma bəzi insanlar var ki, günah etdiyi zaman sevinirlər, günah etdiyi zaman bu günaha görə fərəhlənirlər. İmam Zeynul Abidin əleyhissalam buyurur ki, günahla fərəhlənməkdən çəkinin. Çünki günahla fərəhlənməyin günahı ona düşməkdən daha böyük günahdır. Yəni biz oxuduğumuz hədislərə baxanda görürük ki, sevinmək, günahdan sonra gələn sevinmək, fərəhlənmə hissi günaha düşməkdən daha böyük bir faciə, daha böyük bir təsir göstərir. Bunu biz nə ilə əlaqələndirə bilirik? İnsan psixoloji cəhətdən biz bunu analiz eləsək görürük ki, insan günah elədiyi zaman əgər sevinirsə və yaxud da fərəhlənirsə, artıq etdiyi günahı bir uğur hesab edir. İnsan da etdiyi günahı bir uğur hesab elədiyi zaman ona sevinəcək və etdiyi əməlin uğurlu bir iş olduğunu gördükdə daha peşman olmayacaq. Peşman olmadığına görə də daha o tövbə etməyəcək, tövbə fikirləşməyəcək və etdiyi günahdan geri qayıtmağı düşünməyəcək. Həzrət Əli əleyhissalam digər bir hədisdə buyurur ki, rəzil sifətlərinə görə, etdiyi pis işlərə görə fərəhlənən qurtuluşa çatmaz. Biz bu hədisdən də bu nəticəni çıxarda bilirik ki, dediyimiz kimi insan günah elədiyi zaman əgər onunla qürurlanırsa, onunla sevinirsə, fərəhlənirsə, artıq qurtuluş yolu onun üçün bağlanar. Çünki insan günah elədiyi zaman peşman olmalı və peşman olduqdan sonra tövbə eləməlidir. Peşmançılıq günahdan qayıdışın ilkin mərhələsidir. Ona görə də biz hədislərdən bu nəticəni ala bilirik ki, insan əgər etdiyi günahla fərəhlənərsə və yaxud da sevinərsə, bu onun qayıdış yollarını bağlayacaq. Və bəzən də biz insanlar görürük ki, bir müddət əvvəl etdiyi günahları xatırlayaraq, onu fərəhlə danışır, onu sevinclə danışır. Halbuki indiki artıq o gücündə, qüvvətində yoxdur, o günahı eləyə bilmir. Amma digərlərinə fəxarət hissi ilə bu günahı danışır. Hədislərdə qeyd olunur ki, insan bir günah barəsində fəxrlə danışarsa, sevinc hissi ilə danışarsa, o günahı yenidən etmiş kimidir. Ona görə də insan keçmişdə etdiyi günahlar barəsində tövbə etməli və etdiyi günahlara görə fəxr və sevinc hissi duymamalıdır. Allah Teala etdiyimiz günahlarımızı bağışlasın, günah etdiyimiz zaman isə tövbə eləmək fürsətini bizlərə nəsib eləsin. Sağ olun, salamat qalın, Allah amanında qalın.